Azərbaycanın yaşıl enerji sayəsində uğurları davam edir. Bu istiqamətdə qarşıdakı illər üçün hansı planlar nəzərdə tutulub? Prioritet istiqamətlər nələrdir? Əməkdaşımız Fidan Mədətova indi detallı informasiyaları çatdırmağa çalışacaq. Buyur Fidan, təfərrüatları eşitdik. Salam, hər vaxtınız xeyir olsun. Bəli, Azərbaycan enerji sayəsində irəliləyiş əldə etməkdə davam edir və yaşıl enerji ilə bağlı, eyni zamanda işğaldan azad olunan bölgələrlə bağlı enerji sayəsində bəzi qarşıdakı illərdə planlar var. Həmin planlar nədən ibarətdir? Buna bağlı detalları bizə bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çatdıracaq. Cavid bəy, sözə gedən istiqamətlərlə bağlı sizdən detallı məlumatlar. Bəli, bilirsiniz ki, Azərbaycanın çox böyük bərpa olunan enerji mənbələri, resursları mövcuddur və hal-hazırda əmin resursların elektrik enerjisinin istehsalı üçün zəruri olan addımlar atılır və bir çox müqavilələr imzalanıb. Hədəflər bəllidir, şəbəkə ilə bağlı məsələlərimiz artıq mərhələ-mərhələ özəllərini tapırlar və bizim hədəfimiz 2027-ci ilin sonuna qədər 2 gigavata yaxın bərpa olunan enerji mənbələri resurslarının Azərbaycanın şəbəkəsinə inteqrasiya etməkdir. Bu bərpa olunan enerji mənbələrindən istifadənin birinci mərhələsində nəzərdə tutulan layihələrdir. İkinci mərhələ artıq növbəti həlləri özündə ehtiva edir. Bunlardan ən böyüyü Avropaya elektrik enerjisinin ixracı məsələləridir. Yəni Azərbaycanın daxili istehlakı və Avropaya elektrik enerjisinin ixracı bizə kifayət qədər böyük həcmdə qaz ehtiyatlarını namından böyle səmərəli istifadə etməyə imkan verəcək. Yəni müəyyən sərbəstləşən qaz həcmləri olacaq ki, onlarla ayrılıqda Avropaya böyük tələbat yaranan bazarlara ixrac oluna biləcək. Bu xüsusda işğaldan azad olunmuş ərazilər özünün potensialı ilə xüsusi diqqət cəlb edir. Əsasən hidropotensial ki, hansı təxminən 500 megavata yaxın istifadə olunması yaxın dövrlərdə planlaşdırılır və bu barədə artıq tez-tez mətbuatda və kifayət qədər məlumatlar verilir, müəyyən layihələr həyata keçirilir. Eyni zamanda çox böyük günəş və külək potensialımız həmin ərazilərdə mövcuddur. Artıq günəşlə bağlı bilirsiniz ki, bizim BP şirkəti ilə bir müqaviləmiz var idi. Artıq yeni 2 müqavilə də bu Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Nazirləri Məşvərət Şurası çərçivəsində imzalandı və onlarda deməli işğaldan azad olunmuş ərazilərdə Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcək layihələrdir. Bu istiqamətdə xüsusi olaraq biz kiçik həcmli güclərin işğaldan azad olunmuş ərazilərdə reallaşdırılmasını da nəzərdə tuturuq. Yəni aktiv istehlakçı konsepti daxilində və artıq yaxşı bildiyimiz kimi yaşıl enerji konsepsiyası işğaldan azad olunmuş ərazilər üçün həyata keçirilir. O konsepsiya daxilində kiçik güclərin də belə deyək, dövrəyə daxil olması, aktual məsələ kimi gündəmdədir. Bütün bunlar ümumilikdə Azərbaycanın yaşıl enerji potensialı və ondan istifadə sahəsində prioritet istiqamətlərdir və xüsusilə də bizim ixrac potensialı ilə bağlı bilirsiniz ki, son zamanlar artıq bir neçə interkonnektor layihələrindən söhbət gedir. İstər Xəzər dənizi, Qara dəniz Avropa olsun, istər Mərkəzi Asiyadan Xəzər dənizinin dibindən keçməklə həmin layihəyə qoşulacaq digər interkonnektorlar olsun, istər Naxçıvanın qardaş Türkiyə ixrac imkanları olsun, istər deməli Zəngəzur dəhlizi üzərindən ixrac olsun və istərsə də son dövrlərdə imzalanmış Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan interkonnektorlar olsun ki, bunlar hər biri Azərbaycanın böyük bərpa olunan enerji potensialının ixracı üçün xüsusi əhəmiyyət kəsb edir. Təşəkkür edirik çatdığınız detallı məlumatlara görə və bəli bir daha vurğulamaq istədik ki, ölkə ərazisində yaşıl enerji sayəsində və işğaldan azad olunan bölgələrdə enerji istiqamətində hansı irəliləyişlərin əldə olunacağı ilə bağlı qarşıya qoyulan planlar istiqamətində müəyyən detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki bizim çatdıracaqlarımız bu qədər idi. Söz yenidən sizdədir.